Deməli ustad, izləyicimiz yazır ki, salam ustad. Şeytan tez-tez yoldan çıxardır. Hər dəfə Allaha sığınıram, amma bir balaca qəflətə düşən kimi hər şey əldən çıxır. Nə edim? Bəli, Allahın salamı olsun əziz izləyicilərimizə, həm xüsusən də o əziz sual verən izləyicimizə. Bəli, yol bu cürdür də. Allah Taala buyurub ki, la təttəbi o xutuvatı şeytan. Şeytanın o qədəmlərindən misal vurur Allah da. Yəni bir dənə qədəmindən belə təbəyyət eləməyin. Yəni onun dalınca düşüb getməyin. Onun dalınca düşməyin. Yəni bir dənə qədəm. Bir dənə qədəm də elə dediyim kimi zahirdə mümkündür. Bir dənə gözün, bir dənə baxış olsun. Bir saniyəlik bir baxış. Bəzən insan görsən ki, hədisdə də var ki, bir dənə naməhrəmə baxış şeytanın oxlarından bir oxdur. Səhmun min sihamiş şeytandır. Oxlarından bir də oxdur. İnsana vurur. İnsan mənəviyyatında bir təzəzzül hiss eləyərsən. Diqqət edirsiniz. Yəni göstər o vaxtımız çatmadı, qeyd edəcəydim o gecə namazından sonra ən çox təkid edirlər muraqibə halında yaşam. İmam Sadiq əleyhissalam o Misbah-ı Şəriədə də buyurdu: "Raqibillahə." Muraqibə elə Allahı. Yəni sadəcə Allahı əldən vermə. Qəflətə düşmə Allahdan. Raqibillahə fi kulli xutfətin. Fi kulli xutfət. Hər bir qədəmində Allahla ol cinən. Qədəm bir misal da, nəinki yol gedəndə. Yəni hər bir işində, hər bir işin sanki bir addımdır da, hər bir işində, hər bir hərəkətində. Kənnəkə aləs-sirati caiz. Raqibillahə fi kulli xutfətin. Kənnəkə aləs-sirati caiz. Çox deyir, muraqib ol. Hər işində, hər addımında muraqib ol, Allahdan qəflətə düşməyəsən. Sanki sən, necə adam kimi, gör nə gözəl misal vurur. O kənd yerlərində görmüşük, çayın üstündən bir dənə bir ağac, bir turba olur ya bir ağac olur, üstündən keçəndə orada adam fikri heç baxar o yaz bu yana. Bir damcı, bir cüzi qəflət düşdün çaya. Necə adam diqqətlə baxır, addımlarını qoyur. Bu cürdür. Bizim şeytan kimi bir düşmənimiz var. Allah Quran-ı Kərimdə onu bizə düşmən olaraq tanıtdırır. Belə bir düşmənimiz var ki, buyurur, siz yatırsınız, o deyir, sizin görmədiyiniz yerdən özü və qəbiləsi, onun ətrafı, o sizi görür və həmçinin biz yatıb dincələndə o bizə üçün plan cızır ki, duranda bunu vəsvəsini hara aparıb, nə iş görür, diqqət edirsiniz ki, bunu bir dənə addımda azdırsın. Odur ki, İmam Sadiq əleyhissalam nə gözəl misal vurur. Yaşayışın bu cür olsun. Əgər belə olsa əlbəttə, insan bunu da deyim, bundan tamamlayayım. İnsan bacardığı qədər də təbii ki. La yükəllifullahu nəfsən illə vus'aha. La nükəllifu nəfsən illə vus'aha. İki cür gəlib də. Yəni insan bacardığı qədər, əgər bacardığı qədər həqiqətən o muraqib olsa, bəzən onu bilməyən yerdən şeytan istəyir ki, onu Allah qoymaz. Allah aparır insanı. Allah cəzb edir. İmam Zamanın o nurani nəzəri altında insan bu yolu gedir. Bəli, o cür deyir ki, biz sahibsiz olaq, başsız olaq. Yox. Və həmişə İmam Zamandan kömək istəsin, muraqibə eləsin. Həmişə İmam Zamandan kömək istəsin ki, muraqibəm şiddətlənsin. Sürətlə gedim Allaha tərəf. Ya sahibə zaman ədrikni. Təkcə elə maddi bəlalarda deyil ki, ya əbəl qeys əqisni. Məsələn, mənəviyyatda, mənəvi düşmənimiz. Şeytan və şeytan kimi bəzən insanların müqabilində İmam Zamanı köməyə çağırmaq lazımdır.